xəbərlər gəlirdi ki, İsrail hücum çəkib təzdən, əlimizdə onları vuracaq silahlarımız yoxdur. Helikopterlə gəliblər, xüsusi təyinatda tüküblər. Özünün təriflədiyi bugün Fələstində olan qardaşlarımız ki, Yasin silahı ilə vurub aradan qaldırırlar, Merkava tanklarını salıb Livana. Hara tərpənir, başınızın üstündə bir sərnişinsiz təyyarə var. Belə bir ağır şəraitdə deyir, ağladım. Xanım Fatimə Zəhra, salamullah əleyhə təvəssül edən. Yatmışdım, ya oyaq idim. Bu haldaydım, bilmədim. 2 dənə xanım gördüm. Biri xanım Zeynəbdir dedilər, biri xanım Fatimə Zəhradır. Ağladım, yaxınlaşdım, dedim, bəlkə xanım Zeynəbə deyim, o müsibətlər anasıdır, o qəm qüssəsi çox var, o bizi başa düşər. Gördüm, xanım Zeynəb mənə işarə elədi öz anasına. Xanım Fatimə Zəhra, salamullah əleyhə. Ağladım xanım Fatimə Zəhradan, xahiş elədim ki, xanım, biz şiəyik, bizi sizə görə vururlar, sizə görə bizim üstümüzə hücum çəkirlər. Xanım Fatimə Zəhranın özü dedi ki, narahat olma. Dedim, yox, mən çox narahatam. Dedi, narahat olma, biz sizə dua edirik. Dedi, mən əl çəkmədim, yalvardım xanıma ki, xanım, mənə bir nişanə göstərin. Xanım çadırasının yanından bir dəsmal çıxartdı. O dəsmalı Bismillahirrahmanirrahim dedi, bir dəfə tərpətdi, göyə tərəfə atdı. Dedi ki, iş həll oldu, helikopter vuruldu.